Hə, indi rahat danışa bilərik. Əvəzində nə istəyəcəksiniz ki? Əvəzində Qumrudan, Qumru xanımdan bunu gizlətməlisiniz. Elə bu. Bəli. Mən sizə əməliyyatın pulunu verəcəm. Siz də elə götürüb aparıb verərsiniz ona. Deyirsiniz ki, öz pulumdur, tapıldı. Bəbir müəllim, axı kim indiki zamanədə bu qədər pulu qarşılıqsız verər ki? Ey Rəfiqə xanım, mən zəmanə adamı deyiləm. Görürəm. Vallahi nitqim qurudu, bilmirəm nə deyim. Bilirsiniz Rəfiqə xanım, əgər bir adamı mənim gözüm tutdusa, mən ona canımı da verərəm. Qədirgil belə adamlarlandı. Onun sayəsində bugün mənim oğlum yaşayır. Qumru xanım da neysə, mənim onlara ailə borcum var və çox istəyirəm ki, onların o balaca uşağı yaşasın. Əgər bilsələr ki, pulu mən vermişəm, qəbul eləməyəcəklər Rəfiqə xanım. Düzdür. Mən bilmirəm sizə necə çox sağ ol deyim. Siz gördüyünüz böyük işdir. Amma bilin ki, biz bu pulu tez bir zamanda sizə qaytara bilməyəcəyik. Rəfiqə xanım, mən borc vermirəm ki. Bəbir müəllim, siz çox gözəl insansınız. Elədiyiniz də həqiqətən çox böyük bir şeydir. Kimsə bunu təmənnasız eləməz. Özü də ki, gizlin.